Keç. İndi şirə çatdıq. Şir bürcü sizsiniz, hə? Gəl. Buyurun. Özünüzü təqdim eləyin. Tamaşa, 17 yaşım var. Aşpaz sənətini sevirsənmi? Sevirəm. Şirlərin əlini duzu olar Şir çünki. lider da. Şirin əlin düz olmağında neyləsin? Şir. Sualımızı oxuyaq. İlk işlədiyiniz mətbəx necə idi və orada hansı Yəni ilk işlədiyiniz yer necə idi? Ondan. İş Sual işlədiyim mətbəxdə yer uyğun. necə idi? İş valla yaxşı deyildi elə də. Xatırlayırsan, Hə, yəni indiyənə xatırlayıram. qədər. Yaxşı deyildi, amma yaxşı işdə işləmişəm ki, təcrübə qazandım. Çünki həyatda insanları tanımaq üçün birinci pis situasiyalardan keçirsə, sonra yaxşı var addımlar atırsan. Nə arzuluyorsunuz bu şir bürcündən? Nəyə səhv buraxırlar? Bu sahəyə uyğun olaraq deyil. Əsəbidir. Mətbəxdədir. Mətbəxdə əsəbilik yaraşır, diləməmək yanmaz sizə. Mətbəxdə əsəbilik olar mı mətbəxdə? Yox, mətbəxdə əsəbilik yox. Yeməkləri sevə-sevə bişirəndə, hazırlayanda, onda hər şey qarmonlu. Amma bir sözlə deyim ki, şir bürcü çox necə sizə deyim, tabe olan bir iş baxımından ha. Yəni qəşəng istedadlı onlar olur. Yəni mən bunu eləməliyəm, eləyəcəyəm. Çox. Eləyirlər. Onların əlin duzu qəşəng olur. Onu arzulayıram ki, həyatda istədiyi uğurları qazansın. Sənin şəxsi sualın var, verə bilərsən. Var. Tamam, sıradakı İndi bürcümüz. qızı deyək. Qız bürcümüz. Şir var, ha, bir dənə də şirimiz var. Oğlan şir yaxşı olur, qız şir yaxşı olur. Valla əslində ikisi də yaxşı olur. İkisi də yaxşı olur. yaxşı İndi bu oğlan şirimizdir. Sənin neçə yaşın var? 17. 17. Neçə vaxtdır aşpazlıq sənətinə məşğul olsan? Bir ay oldu. Bir ay olar. Sevirsənmi? Bəli. Sevir. Burası çox arıqdır. Belə şir bürcü var. Bir ayda başlayırsa. Sağlığı deyə. Ən çox pişirdiyiniz yeməyi Adı nədir? Ən çox bişirdiyiniz yeməyin adı Valla nədir? mən ən çox sevdiyim yemək xaşıldır. Bilmirəm, buradakılar bilir. Xaşıl üstündə də bəhməz. Tezdən də eləyirəm, onu yeyirəm. Ha? Bakılısınız. Hər bir tərəfim Bakıdandır. Müəllimə də Bakılıdır. Aha, nə gözəl. Nə Qardaş da gözəl. Bakılıdır. Nə gözəl, nə gözəl. Bakılılar arasında. Nə gözəl. Mən sənə bir dənə deyim ki, yəni xaşıl yeməyi Ən mənim sevdiyim üçün mənim. başqa bir şeydir. Ərişləri xaşıldır mənim üçün onlar. Başqa bir şeydir. Hayırca 100% bakıyorum. Bəs sənin ən çox bişirdiyin yemək nədir? Və sevdiyim kələm dolması. Kələm dolması sevirəm. Kələm Şir dolması. bürcü, kələm dolması sevirəm Şir mən. bürcü, hə, şir bürcü yeyən. Özü sən cabra, bizə nə oxşuyur? Bir dənə o cırtdan da əvvəl bir nakleyakası var. Yəni valla papağı da taxır deyə başına. O nə arzulayırsın? Bax, gəncdir. Valla Bürcü onlar olaraq nəyə riayət eləsin? Əsəblidirsə, bilmirəm. Şir bürcü haqqında mənim şir məlumatım bürcü çox yoxdur. duyğusal insandır, ailəsinə bağlı insandır. Öz ona baxan kimi hiss olunur ki, çox ağıllı uşaqdır. Yəni mənim Ağıllı. sənə məsləhət verməmə ehtiyacın yox. Sən elə hər şey məndən yaxşı bilirsən. Sadəcə mən həmişə deyirəm necə, vətənini sevsin, səbirli olsun, həmişə uğur arzulayır. Əsas vətəndir. Vətəni sevən insan ailəsini də sevir. Sözsüz. Əsas vətəndir. Maşallah olsun sənə. Heç qalsın. Sonra sıradakı bürcümüz. Qız bürcü.